şanlı əskər. Qubanın Nərimanabad kəndindən olan 27 yaşlı Zeynal Fərzəliyev tibbi təhsil aldıqdan sonra hərbi tibb işçisi kimi fəaliyyətə başlayıb. Onun ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsində özünün də iştirak etməsi idi. Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində gedən döyüşlərə qatılıb və tibb işçisi kimi xidmət göstərib. Zeynal ağır döyüşlərin birində yaxınlığına düşən mərmidən qəlpə yaraları alır. Döyüşlərin birində gördüm ki, bizim 3 hərbi qulluqçumuz ağır yaralanıb və mən həmin hərbi qulluqçularımıza tibbi yardım göstərərək onları həmin ərazidən uzaqlaşdırdım və bir müddət keçdikdən sonra özümün də yaralı olduğunu hiss elədim. İndi Zeynal böyüyüb boya başa çatdığı Qubaya, doğmalarının yanına dönüb. Səhhəti yaxşılaşmaq üzrədir. Valideynləri uşaqlıqdan vətənpərvər xüsusiyyətləri ilə seçilən Zeynalla qürur duyduqlarını bildirirlər. Müharibə başlayanda bütün hərbiçilər kimi bu da çalışır ki, torpaqların azad olunmasında iştirak eləsin. Bir hərbiçi kimi vəzifəsinə düşən borcu yerinə yetirirdi. Bununla fəxr edirəm. Cənab Prezidentlə, bütün milli orduna, bütün hərbiçilərimizlə fəxr edirəm ki, bugünü qələbəni bizə, bütün cəmaata, bütün Azərbaycana yaşatdılar. Ruhumda yüngüllük hiss edirəm ki, Qarabağımız azad olunub. Kimlərin hesabına? Təbii ki, igid əskərlərimizi. Məhz igid əskərlərimiz vətən uğrunda öz canlarını, gənc canlarından keçiblər, yaralanıblar. Bəziləri şəhid olurlar. Allah şəhidlərimizə rəhmət eləsin. İndi Zeynalın yiğidliyini eşidən hər kəs onun görüşünə gəlir, ailədə olan uşaqlara Zeynal kimi vətənpərvər, cəsarətli olmağı tövsiyə edirlər. Zeynal çox yaxşı, çox tərbiyəli, çox gözəl övladdır. Biz onunla indi də fəxr edirik ki, şükür Allaha, torpaqlarımızı döyüşlərimizdə yaxşı iştirak edib, yaralılarımıza yaxşı kömək edib. Anam məni çağırsa, mən ona can deyirəm. Ana vətənimiz Azərbaycan deyirəm. Qanlı döyüşlər artıq arxada qalıb. Müzəffər ordumuz qələbə çalıb. İndi Zeynal böyük fərəhlə döyüş xatirələrindən danışır, orduda olan ruh yüksəkliyindən, əskərlərimizin mətinliklə vuruşaraq qələbə çalmasından həvəslə söhbət açır.